Bugünkü günümü də bu gözəlliklə açdım. Oyanan kimi bunu hazırladım. Qoyuram indi isinib sobaya bişməyə. Paltar yuyanım da mənimlə bərabər oyanıb işləyir. Salam xanımlar, gözəl izləyicilərim. Sizi yeni bir gündən salamlayıram. Necəsiz? Həmişə yaxşı olasınız. Bizlər də soruşsanız şükürlər olsun, yaxşıyıq. Allahımıza çox şükürlər olsun əzizlərim. Deməli, buradan yenidən vlog çəkmək fikrinə gəldim xanımlar. Mən artıq deməli bugün iyulun 24-üdür. Deməli mən sonuncu dəfə çəkilişi iyulun 18-i etdim. Getdim kirayə evimizin hörülən zaborunu falan çəkdim və dedim ki, daha bu məncə sonuncu çəkiliş olacaq. Çünki sakinlər ayın 19-u iyuldan yaşayanlar, ailələrimiz köçdülər. Hər üçü, hər evdə artıq yaşayanlar var xanımlar. Və evdə çox işlər gördüm. Əslində özümü də tutub belə çəkə bilərdim, amma nə bilim istəmədim. Elə kofe hazırladım ki, içim səhərdən pirogu hazırladım. Onun qablarını yudum. Axşamdan da qazan qalmışdı o tava. Onun axşam içində yemək vardı. Gecə kimsə deyəsən rahat durub yemiş olar. Ona görə durdum, gördüm qazan boşdu. Qabları yudum. O pirogu hazırladım. Onu qoydum pişməyə. Onun qablarını yudum. Paltar sərdim. Cəsur dünən gecə işdən gəldi. Ev günü olanda evə gəlir. Amma belə hər gün dəlik nənəsi gilə gedir. Ev gündə burada olur ki, burada dostlarınla, nə bilim, bizlə vaxt keçirsin deyə. Bugün evdədir. Dünən gecə rəngillərini yudum. Bugün səhərdə baxdım, 2 dənə ağ futbolkası var. Onun da yanına 1-2 dənə də mayka əlavə etdim. Bunları da yudum. Belə xanımlar, indi də pirog hazırlayıb qoymuşam sobaya bişməyə. Artıq onun aşağı hissəsi bişdi. Mən belə pişirirəm də xanımlar. Bir sözümü qoyub o birisinə keçirəm. Həmişə danışanda da. Baxın, belə aşağını söndürdüm, qoydum aşağıya. Belə fırladıram. Çünki bunda qoşunda tez yandırır. Qoy dərəcəsini də azaldım. Belə meyvəli pirog hazırladım. Burası elə bir bura qoymuşdum. Götürəndə belə yuxarı deydi. Çox hündür olur pirog. Yuxarı deydi. Burası belə oldu. Yandırmasın deyə bu padnosu da üzərinə qoydum. Yavaş-yavaş belə pişsin. Belə xanımlar, ayın 19-u ailələrimiz köçdülər. Bu divanda xalaya söz vermişdim ki, sizə verəcəm. Onu da apardılar. Belə kardodakı divanın orta hissəsini bir dənə oturacaq kimi hissəsini elə gətirdim. Bura qoydum. Stolu da belə yerləşdirdim. Belə daha rahat oldu. Pəncərə açıldı. Ona görə mən bura divan istəmirəm daha. Belə oturacaqlar, inşallah Allah qismət etsə ala bilsə, oturacaqlar alarıq. Amma divan istəmirəm, qoy belə genişlik olsun. Belə xanımlar. Və Nuray da ayın 10-undan gedib, onu iyuluydu da, qardaşım gəl aparanda. Bugün də 24-düdür, 14 gündür də, 2 həftədir ki, oradadır. Əslində mən də getməli idim. Əslində bax 5 gündə çəkiliş də etmirəm. Həm işlədim, həm dincəldim, həm YouTube'dan dincəldim, çəkiliş etmədim o barədə. Montaj edib paylaşıram. Siz heç hiss etmədiniz. Nuray da nə qədər dedi ki, mama gəl, istəyirəm sən də gələsən. Yaxşı Nuray, bugün sabah stomatoloqumla əlaqə saxlayırıq, məni çağırsın da dişi götürmək üçün. O da deməli bugün saat 6-ya. Əslində sıraha gün çağırmışdı. Rafa deyib, Raf danışır onunla, amma Raf mənə deməyib. Bir də saat 6-da mənə zəng gelir ki, Sevinç yadımdan çıxıb, mənə geyimləri aldı. Onları, yəni evdə giymək üçün geyimlər aldı. Bunlar deyir, elə əlimi düzəldib götürdüm. Elə birdən sənin paltarında deyil. Birdən yadıma düşdü ki, sənə deməmişəm də həkimə getmək. Deyirəm, da neyim, saat 6 gecdir. Da çata bilmərəm. Ona görə dünən də getmədim, çünki gün aşırı işləyirlər burada, şəhərdə də işləyirlər. Ona görə bugün saat 6-ya. Onu da deyim ki, mən dəqiq bilmirəm, elə iyulun əvvəllərindən getdim də xanımlar həkimə. Birinci diş mənim getmişdi, ondan getdim, sonra dedim ki,
yani yeri sağaldı, amma diş yaxşı deyil, yenisini düzəldin. Demişdi ki 10 günə xatırlayırsınızsa 10 gün belə qalacağım, amma уже почти bir aydır. Elə 2 həftədir ki Nuray gedib. Ayın 10-undan saysaq, bugün də 24-dür. 2 həftədir ki Nuray yoxdur. Ondan da hardasa bir həftə bəlkə də qabaq olub. Nağdı 3 həftədir ki mən belə dişsizəm. Köhnə dişimdənəm hələ ki. Belə gedək görək bu gün də görüm nə bilim nə olacaq. Nətər olacaq bilmirəm əslində. Bugün gələcək Nuruşqam, anar dayısı gil gətirəcəklər. Mən də meyvəli pirog hazırladım. Anar keçən dəfə hazırlamışdım. Deyir ay orada olsaydım dedim gəlin də. Niyə gəlmirsiniz? Gəlin anar. İndi də bilirəm ki istəyir. Xoşu gəlir. Ona görə şaftalı yox amma nektarin də özü tüksüz onunla etdim. Evdə ondan var idi. Elə ondan pirog hazırladım, qoydum pişsin. Və orada da bir eləyəndə bir bozartmalıq ət var. Onu çıxartmışam. Onu da pişirəcəm. Cəsur deyirəm, amma nə pişirəcəksən? Deyirəm, bozartma eləyəcəm. Cəsur bir də pirogda da istidir. Nə yeyilsin ki də bundan başqa. İstidir. Qarpız, yemiş, meyvə var da. Deyir, mənə toyuq qızart da. Getdi toyuq almağa xanımlar dedim. Dedim, o da çörəkdə al, yanında çörək də olsun evdə. Çörək, toyuq. Belə getdi toyuq almağa. Əslində kartoşkanı həyətdən gətirib ki, toyuqla kartoşka qızardarsa. Elə kuloku götürüb, əl vurmayıb, ləyəndə gətirməyib. Elə həyətdə idi, kuloku götürüb gətirib. Elə xörək üçün də soyaram. Alsın, getsin, toyuq da qızardım. Belə xanımlar, başqa nə deyəsiydim mən? Yəni belə 5 gün çəkiliş etməmişim, amma siz onu hiss etmədiniz və hiss etməyəcəksiniz vlogdan. Çünki hələ heç paylaşmadığım videolar var telefonda. Sadəcə olaraq 5 gün belə dincəldim həqiqətən. Baxıram, çəkməmək də mənə yaxşı gəlir. Hələ telefondakıları paylaşım, bəlkə sonra həftədə bir dəfə keçərəm, bilmirəm. Əsas sağlıqdır da xanımlar və sizinlə əlaqəni itirməmək üçün məncə ən azı həftədə bir dəfə baxarıq da, yəni hələ ki çəkirəm. Və onu da demək istəyirəm, bəzən mənə yazır izləyicilərimiz ki, videolarımız çoxdanın olur da. Çoxdan deyəndə xanımlar, lap da çoxdanın olmur. Olsun 2 həftənin bundan öncə çəkilmiş ola bilər. Baxın, mən bir işi görürəmsə ona məsuliyyətlə yanaşıram. Çünki bilirəm ki, həyatımızda, yaşamımızda elə deyil. Çox blogerlər ki, məndə elə alınmır, elə hər gün çəkim, səhərsə montaj eləyim. Yəni, belə qeyri-adi bir şey yaşamıram da həyatımda ki, deyim ki, nəsə gündəlik yeniliklər var, hər gün nələrsə çəkə bilərəm. Yox, bəzən olur ki, çəkiliş etmək istəmirəm, dincəlirim. Bəzən elə bir yerə gedirik ki, o gün yoxdur da, mən o gündən heç nə çəkə bilməyəcəm. Bilirəm ki, getdiyim yerdə çəkməyəcəm. Ona görə həmişə telefonumda videolar olsun deyə mən belə çəkiliş edirəm. Baxın, mən hər gün çəkiliş edib paylaşan olsaydım, düzdür? Baxın, 5 gün çəkməmişdim. Elə bir ki, siz də videosuz qalardınız. Amma mən xoşlayıram ki, çəkim, telefonumda videolar olsun. Yəni, belə deyim də, 5-6 ayın videoları deyil ki, bundan öncəni. Yəni, 1-2-3 həftə olsun fasilə ilə belə gecikməklə paylaşımlar edirəm. Belə xanımlar. Yəni, mən belə necə deyim, nə izləyicilərin, o elə yazanların xətrinə dəyməsin, yəni mənə necə rahatsa o cür paylaşım edirəm. Əsas mən düşünürəm ki, mən də sevdiyim blogerlər var. Misal üçün istəyərəm ki, nə vaxtda olsa, nə də çəksə onun çəkilişi mənə maraqlıdır da. Yəni fasiləsini də özü bilər, özünə necə rahatsa elə çəksin. Belə xanımlar. Çıxardı belə bu taxtanın üstündən qoyacağım. Bu hələ yavaş-yavaş pişsin. Bu kofeni içim, heç nə yanına istəmirəm. Nə yemək, heç nə. Səhər dərmanı içmişəm. Ondan sonra da indi bu kofeni içim. Sonra da bu dərmanımı içəcəm. Belə budur. Rafin deşəyə keçib. Özünə səncəfil qurusu alır. Çay içməyə. Qənd kimidir. Belə xanımlar, başqa da nə deyim? Nuray xanım gələcək, o qədər darıxmışam. Əslində mən də istəyirdim. Mən bax bu istirahətləri gedib mamam gildə edərdim. Ən azından çəkiliş də etməsəydim də, qardaşım gildə, mamam, bacım gildə. Ən azından sizin üçün şort çəkə bilərdim, ya şəkillər çəkib burada yerləşdirərdim ki, hə, getmişəm, amma elə bir ki, evdə dincəlmək istədim. Dedim, Nuray, həm dişim, sözüm ona gətirdim ki, bəx, həyat dişimdə düzəlməyib də, birdən həkim bu moment məni çağıra bilər də, hansısa gün, ona görə.
Gedə bilmədim. Belə sizlərə nə tər tutub çəkirim heç bilmirəm belə. Mətbəximdə olan halımla belə. İndi buranın işləri qaldı xanımlar. Mətbəxinə qoy, koridoruna qoy, qapılar. Həm maddi baxımından toparlanmaq lazımdır ki, bu işlərə bağışlayaq, həm də mənəvi çox üstünüzə sağlıq. Allahın verdiyi hər bir şeyi o qədər şükürlüyəm ki, o qədər şükürlüyəm. Allah hamının ürəyinə görə versin qızlar. Allah hamımız istədiyimiz kimi həyat, yaşam yetirsin, amma heç nə əziyyətsiz olmur. Mənə bildirim gəldi, Uşaq Limanova Cerajden sinif yoldaşımdır, təbrik eləyərəm. Facebookdan bildirim gəldi. Allah hamıya istədiyi kimi həyatı yaşatsın. İçində də bizə hamısı əziyyətlə, belə deyim də, əlimizin qabarı ilə illərdir bu evləri raf planlaşdırdı. Birinci ev kimi tikmək istəyirdi ki, tikək ev uşaq üçün dursun. Sonra dedi ki, niyə burada elə ehtiyac var. Bir dənə də kiraya evimiz var. Onu da soruşursunuz. Onu da qoydum. Bax, birinə qoyur, o birisinə keçirəm ki, bir-iki xanım yazır ki, sizin köhnə eviniz hansıdır ki, xanımlar, köhnə ev deyil. Yəni bizim, necə deyim, kiraya evdir. Yəni bu evi tikdik. Biz hardasa 3 ildən sonra bu tikilə, bu tam hazır olanda, elə orada tam hazır idi da. Bir dənə otaqdır həyətində, yəni köhnə o vaxtda elə uslubda tikilirdi. Bir böyük otaqdır, 5-in 4-ə yekə otaqdır. Bəzən bu kiraya gələn qız var, o deyir ki, biz qabaq qalırdıq 2 otaqda. 2 otaq deyərdik ki, sizin bax bu bir otağı yarı bölmüş vəziyyət idi da, belə 2 dənə bax balaca otaqda, balaca. Sizin bu böyük otaq həm rahatdır, böyükdür, yaxşıdır. 5-in 4-ə otaqda, həyətində də hamam tualeti ayrıdır, kuxnası ayrı, böyük də olar da, yaxşıdır. Oranı da məndən soruşdu izləyicilər ki, Sevinç xanım, oranı da çəkərdiniz. Oranı mən elə çəkmək istəyərdim hazır halını. Mən oranın sonuncu kiraya çıxandan sonra oranı təmir etməyə qərarı gəldi ki, polunun üstünü örtək, laminat var idi evdə və emulsiya da çəkdik, illüstrunu dəyişdik və kuxnasının kafelini dəyişdik. Orada olan işlər bunlar idi. Orada dayım oğlu gəlib işləyəndə çəkilişə başlamışdım xanımlar. Çəkdim, pərdələrini də söküb gətirib maşına atmağımı da çəkdim. Oranın necə deyim, köhnə halını da, yəni polla olan halını çəkdim. Əlbəttə ki, istəyərdim təzə laminatdan da sonra, emulsiyadan da sonra ağardı, qəşəng oldu. Lüstrunu da çəkmək istəyərdim. Necə görünür, amma uca çəkə bilmədim. Mən oranı təmirdən sonra elə yığışdırdım, yudum, amma telefonum yanımda deyildi, evdə zərətkədə qoymuşdum da. Və qayıtdım, istəyirdim səhərsi çəkmək. Səhərsi də oraya ailə köçdü xanımlar, ucu çəkə bilmədim. Uca bunu götürüm, ortası da ağarsın da bişsin. Uca çəkə bilmədim, elə də qaldı. Sonra da ayın 19'u elə bir onlar oradan çıxdılar. Elə bir ki, telefon əlimdə gözlürdüm ki, çəkiliş edim, inanırsınız xanımlar. Az da olsa 5 saniyə, 10 saniyə də olsa çəkiliş edim. Bunlar çıxa-çıxa, mən də bunlara kömək edirdim o evdə. Bir də uşaqlar dedilər ki, ora köçənlər də veşlərini gətirdilər, yığdılar. Yəni elə oldu da, yəni onlar veşlərini bir ucdan yığa-yığa, bunlar özlərininkini çıxartdılar. Heç cür mümkün olmadı da xanımlar, çəkiliş edə bilmədim oradan. Orada təxmini bir 15 ilin evidir də. Bax elə oranı bir 15 il olar ki, tikmişik. Belə bilmirəm sözümü nəyə gətirdim, nəyə görə danışırdım. Belə xanımlar. Və buranı da etdik, yəni indi rahatladıq. İndi belə istirahət lazımdır. Həm yoruldum, çox yoruldum vloglarda. Bilmirəm nə qədər ötürüldü mənim yorğunluğum. Həm müalicə alıram xanımlar. Bəzən yuxu gəlir, amma yata bilmirsən ki, işlərim var. Yəni Nuray da məni bir yandan orada gözləyirəm, amma sən də gəlsən, mənlə vaxt keçirmək istəyirdi. Bir yerdə istəyirəm mənlə olmaq. Deyir, misal üçün, mən evimizdə sənsiz belə qala bilərəm, dözərəm. Amma başqa yerdə sənsiz deyir, dözə bilmirəm. Onlar da maşallah hamısı çox istəyirlər, hamısı yaxşı baxır. Gedib Sevagildə də nə qədər qalıb, Anargildə nənəsidir, Könül xalasıdır, yəni hamısında da belə. Amma məndən ötürü çox darıxıb. İndi belə danışmağımın səbəbi, çox danışmağımın səbəbi odur ki, 5 gündür çəkiliş etmirəm. Oğlum da gəlibdir, çox sevinirəm. Evə gələndə sevinirəm, darıxıram. Görürsünüz xanımlar, burada qonşumuz var, burada çoxlu. İnarsız paltar yuyan bəzən qurudanda pəncərəni örtürəm ki, səs getməsin, çox
səs edir paltaryan. Yaxında yaşayan var, insanları narahat etmək olmaz. Belə xanımlar. İndi buranı da hələ bir özümüzə gələk, bəlkə sentyabrın əvvəlləri mən elə düşünürəm, bura başlaya bilərik. Mənə demək qismət olmur, inşallah. Görək də xanımlar. Yəni qapsız da olmaz belə. Yine üzərinə qoydum, qoy dursun sobada. İyi, tokdan da çıxardıq. Qoy o şəkildə dursun. İndi çıxardıb qoyaram taxtanın üzərinə. Hələ kofimi içməmişəm, çox danışdım. Xanımlar, kofimi içim. Allah hamıya kömək olsun, içində də bizə. Bugün də əzizlərim gələcəklər. Mamam gəlməyəcək, mamam xalamgilə gedibdi. Sumqayıtda, Sarayda xalam yaşayır. Mama gəlməyəcək, Anargil deyəsən, uşaqlar Anar gələcək bir də. Seva da yəqin gəldi. Sevanın qızı da onlardadır İlahə. O da Nuray ilə gələcək. Mən də Sevəyə səs atdım ki, Seva gəl də sən də. İndi görək gələcəkmi? İnşallah ki gələr. Onların da rəqsdən məşqləri olur. Ona görə onlar da gəlirlər, misal üçün bizə. Risk birdən zəng olur. Bir neçə nə bilim qruplarda da, hardadır, iskar rəqs eləyir, nəsə belə. Düzdür, toylar yoxdur, amma məşqlər olur, hazırlıqlar olur, belə. Belə əzizlərim, bu dəfə də buradan oturdum, çəkiliş etdim, divanım da yoxdur. Bu birisi divanın da görünüşü belənçi oldu. Bu iki dənə belə birləşdirdim. Belə. Piroqumu da sobadan aldım, tam bişmək 50 dəqiqə oldu, 1-5 dəqiqədə də elə durur. Belə xanımlar hazırdır. Üzərinə istəsəniz şəkər pudrası əlavə edin və yaxud bişərkən küncütdə çiğ halda küncüt tökmək olar, darçın əlavə etmək olar, nə istəyirsiniz, ümumiyyətlə nə istəyirsiz əlavə etmək olar. İçinə hətta qoz da doğrayıb əlavə etmək olardı bişərkən. Və yaxud meyvələri elə xəmirinə əlavə etmək olardı. Kimə necə rahatdırsa, belə qəşəngdir. Mən bilirəm ki, hər yerinə eyni ölçüdə qoydum. Onsuz da xəmirin içinə batır. Yalnız bəzi yerdən üzü görünür də belə. Üzərində örtüm. Belə burada dursun. Gəlsin görüm Cəsurum yemək istəyərsə, meyvəli xoşlamır. Bilmirəm, indi yeyər, yeməz. Belə xanımlar, mən də hələ kofimi içib qutara bilmədim. İsti içiləsi deyil, həqiqətən hava da istidir deyə. Uca ilıqdır, onu da için. Burada da belə xanımlar. Bu ətimdir. Ətimdə elə bunu da pişirsən bəsdir, o piroqun özü bəsdir. Elə çay içərdə, Anar deyirdi ki, meyvəli piroqla çay içərdim keçən dəfə. Ona görə onun üçün pişirdim, elə qoyda. İlk piroqda hamısı gəlsin, nuş etsinlər. Ürək istəyən hər kəs bizə gəlsin, nuş etsinlər. Paltaryanda mən eşitmişəm, mən həmişə düşünmüşəm ki, yəni heç bunu bilməmişəm ki, belə qoymaq olar. Həmişə düşünmüşəm ki, belə qoymaq lazımdır ki, mütləq belə içi qurusun. Amma mən, siz də yazın xanımlar, Instagramda mı, TikTokda mı, qarşınıza bəlkə çıxar. Mən yazmamışdım, mənim təsadüfən qarşıma çıxdı ki, paltaryanı mütləq burasını bağlamaq lazımdır. İndi düzdür, açıq idi, gördünüz də, elə belə aralı qoymuşdum da, bağladım. Burasını açıq qoymaq lazımdır ki, paltaryanın deyir, buğu, nəyi varsa, nəmliyi yuxarı versin, yuxarıdan çıxsın. Biz deyir, buranı deyir, bağlı salıb, oranı aşağıdan qoyanda, nəmişliyi deyir, paltaryanın aşağısına verir. Və paltaryanın deyir, oradakı o hissələr deyir, xarab olurlar. Nə bilim, valla, mən də daha belə gördüm. Düz yenə bir müddət açıq qoyuram, durur açıq. Elə burasını açıq qoyuram. Əslində çıxartmaqda da, onu çıxartmıram, daha durub da belə. Belə xanımlar. Bu da paltaryanı bununla silirəm. Paltaryanımın dəsmalıdır bu. Belə kofemi içim. Bermanımı içim, durum, kartuşka soğan soyum. Baxın, belə mən qızarmış xoşlayıram. O qədər gözəl olur ki, göz haqqınızı halal edin. Bu dəfə meyvə nə idi? Mürəbbə suyu, düzdür, çox axtarmadım. Mürəbbə suyusuz etdim. Həm də mürəbbə suyla eləyəndə içi kariçnibi kimi olur. Amma belə adi eləyəndə içi ağappaq olur xanımlar. Dedim, meyvə olsun bu dəfə, ağ olsun.
Vanilini 2 paçka əlavə etdim. Qabartma tozunu da 2 paçka əlavə etdim. 1 çay qaşığı da soda ilə bir qatağa əlavə etdim. Belə un da apardığı qədər, yumurta da 6 dənə balaca yumurta idilar, ona görə 6 yox, 7 dənə yumurta əlavə etdim. Balacaydılar, hə. 3 stəkan şəkər tozu əlavə etdim. Bundan bir belə bakal çaşqa ilə bir duru yağ, hardasa stəkandan çox idi da, stəkan yarıma qədər. Belə sonra nə gedir? Hə, duz biraz əlavə etdim, bərəkət üçün həmişə əlavə edirəm. No и всё. Hə, bir də şor əlavə etdim. Cəsurun qulağından uzaq. Şor deyəndə kəsmik kimi kənd şoruydu. Dadı yox idi, yəni duzlu deyildi, qəşəng şor idi. Yarım qablaşmamda qalmışdı, yarısı. O da süd məhz oldu. Dedim ki, bu yeyilməsə xarab olacaqdı. Rahat da pendir yeyir. Şordan çox pendiri sevir. Hə, elə onu da içinə soda biraz əlavə etdim, qarışdırdım qabının içində, əlavə etdim. Çox xanımlarda, yəni belə var, kəsmikli piroqlar da olur. Hə, amma çox deyildi, bunun üçün o çox az idi. Elə bir ki, 1 stəkan qədərində şor əlavə etdim da elə. Görək necə olacaq. Sekretimi heç kimə deməyəcəm, görün necə çıxacaq. Desələr ki, sən deməyəcəm, sizə deyirəm, onlara deməyəcəm. Xanımlar, bayaqdan buradan, bilmirəm, məncə bunda pişirməyəcəm, bu balaca olar. Məncə başqa qazanda pişirmək olacaq. Cəsur gəldi, toyuq aldı, 2 dənə də zavod çörəyi aldı. Əslində istəyirəm ki, indi hələ birinci ətdən başlayayım, xanımlar, ətdə xörəyi pişirim. Bunu pişirmək istəmirəm. Bilirsiniz niyə? Ondan deyiləm, istəyirəm. Səsimi də eşidir, qapıları yoxdur. İstəyirəm ət yesin də, yəni toyuq yeməsin. Onsuz da elə işdədir, harda olsa toyuq hər yerdə əl çatandır. Amma ət yemir də, neyiniyim? İstəyirəm indi bişirim, belə yeməyə görüm, bəlkə xoşu gəlsə, ürəyi çəksə, desək, hə, yeyərəm, onda pişirmərəm bunu. Amma desək ki, bozartmadan, yəni ətdən yeməyəcəm, onda məcburam bunu pişirməyə. Əti də burada qoymuşam, belə açılsın, xanımlar, hələ açılmayıb. Bir yaxdan mən də salapandan çıxartmıram, elə bilirəm, indi əriyib, hava istedi deyə. Yaxşı da tikələr də çoxdur, ətdir. Elə bu xörəyin özünü pişirsəm, vallahi yetərlidir. İçinə baxın, belə kartoşkasıdır, pomidorudur, biberidir. Buğlama sayaq edəcəm. Birinci qaynadacağım, sonra buğlama kimi qat-qat yağıb, öz bulyonunu tökəcəm üstünə. Elə pişirəcəm. İndi yuvaram, hələ bıçaqla belə yuyub qoyaram pişməyə. Kartoşka soydum. Biləm, çox olsa qalar, məncə qalmaz. Bizdə hamı kartoşkanı sevir, əsasda uşaqlar. Nuraydı, Sevanın qızları da belə kartofu sevirlər. Sonra biberdən bolam deyə 4 dənə belə biber götürdüm, 4 dənə də pomidor. Pomidor da xaladelikdə çoxdur. Hər dəfə maşın gələndə alıram. Hə, belə. Bunu hələlik qoyun soyuducuya xanımlar. Hələ burada mənə həm narahatçılıq verməsin. Birinci o yeməyi pişirim. Belə. Meyvələr də belə meyvədə yudum xanımlar. Olan meyvəmiz bulardır. Bir də qarpız, yemiş. Yəni olan meyvələrimiz bulardır. Alma, nektarin, bu gibi yumuşaqdır. Göyəm almışdım. Belə olan bu qədər qalıbdır. Yeməyə də yaxşıdır. Belə bunları da qoyun soyuducuya qoy, sərin qalsınlar. Hər şeyimi hazırlayayım istəyirəm. Hər şeyim hazır olsun. Ev adam gələndə hər şeyim hazır olsun. Kimliyinə nasıl olmayaraq, kim gəlirsə xoş gəlir. Amma mən hazır olurum. Belə da piroqumu da üzərinə belə örtmüşəm. İstəmir, piroq da istəmir. Deyir, meyvəlidir. Baxın, elə qəribə xasiyyətləri var da. Belə xanımlar. Amma çoxlu olanda, çox adam neysə yeyəndə birdən həvəslənir, istəyir. Ona görə evimizdə uşaqlarımız xoşlamadığımız neysə yeməyəndə, yəni xoşlamadıqlarını kimsə onu yeyəndə, başqa adam gələndə onda həvəslənirlər. Bunu əlimlə bir qopardım, yuyum qoyum, boğucu qaynasın xanımlar. Buranın qablarını silim, yığım. Belə. Həyəti dünə yudum. Polları da dünə sildim. Bilirdim ki, Nuray anar gələcək. Yəqin uşaqlar da ailəlikcə gələrlər də. Dünən həyəti qəşəng yudum.
Sonra pullarımı da silmişim. Evlər də təmizdir. Burada paltarlarımız ağlar indi yudum. Elə 2 dənə futbolkaydı. Baxın, hər çıxanda bir krasovka giyinir. Hər çıxanda. Krasovkanın birinə boydadı. Azam verilir. Gedim namazımı qılım, sonra davam eləyim. Belə, yetimizdə belə istidir hava, xanımlar. Çox istidir. Bu da köhnə soyuducumuzda. Baxın, köhnə dediyim ev, yəni hər dəfə soruşursunuz, hər vlogda da göstərirəm. Baxın, bu evi deyirəm köhnə deyəndə. Bizim evdən 1-2 yaş kiçikdir. Baxın, böyük bir otaqdır belə. Burada kuxnadır, orada hamam tualetidir. Bu özümüzün də bu tərəfində. Bura çoxdan tikilib, yəni 1-15 il olar. Öz evimizi elə təməlini qurduq, hördük. Düzdür, bir otağın içində yaşayırdıq, amma ev kimi görünürdü də çöldən. O zamanlardan elə bunu başladıq. Hardasa bizim evdən 5 yaş kiçikdir. Üzümlərdə qaralamaq istəyirlər. Ay Allah, qurban olum sənə, ya Rəbbim. Hamıya arzusuna çatdır, ya Rəbbim. Hamıya sağlıq ver. Hamının balalarını qoru, ya Rəbbim. Gedim dəstəmazımı alam, qızlar. Buna baxın, nə gözəl açırlar. Yaradandan başqa bunlar kim yarada bilər? Burada qırıldı. Dünən yenə əziyyət çəkdim. O yandakı şlanğı gətirdim. Onunla yudum. Baxın, belə. Bu kənarlarında otlar məni bezdirib. Baxın, bu qızıl gül misal üçün tutub görürsünüz. Hardasa birində də üstündə qırmızı gül var idi. Bu görüm, harda gördüm mən onu. Qızıl gülün biri tutmuşdu. Üstü də qırmızı rəngi idi. Bilinirdi ki, qırmızı qızıl güllündür. İtirdim. Baxın, mən bütün günü bu alaları yığmaqla məşğulam. İtirdim onu, hardadırsa bilmirəm. Burada biri ağ var. Yox, mən qırmızı da tapmaq istəyirəm. Bəlkə də buydu. Niyə yoxdur üstündə? Bəlkə də buydu. Baxın, ağ. Amma niyə belə quruyub, açılmamış qurudu? Görəsən özümü quruyub. Görəsən gülümü quruyur ki, belə qurudu. Amma gül açmışdı, görürsünüz də özünüzdə xanımlar. Gül açmışdı. Bir bacımız yazıb ki, ramaşkanı oradan çıxardıb bura əkilsəniz yaxşı olar. Buranı da bilirsiniz niyə əkmirəm? Burada sayğac var da, gəlib sayğacı yoxlayırlar, baxırlar, tapdalayırlar. Həm onlara da narahatçılıq eləməsin də rahat baxsınlar. İndi yaydan nəsə başlamışam bura zibil klokunu qoymağa. Ora mənə daha rahat gəlir. Belə xanımlar. Keçək evə. Əti asım qaynamağa gedim namazımı qalam. Ət qaynayır xanımlar. Qaynasın, pişsin. Bu qazanı çıxartdım. Bunu da hazırlayacağım. Sonra dəfnə yarpağı çıxartdım. Yumadım. İndi 2 əlavə edəndə suyun altında yaxalayaram. Pomidor bu şəkil, biber belə nə tər istəyirsiniz, sizə elə nə tər xoşdursa o cür doğraya bilərsiniz. Və bu yeməyi sizə məsləhət edirəm. Yayda çox qəşəng olur. İndi bilirəm qardaşım gül hamı sevir. Bir dənə rafdan başqa belə tərəvəzli yeməkləri sevinir deyə. Amma yoxda qonaqlarım gəlir belə hazırlayaq. Çünki adi bozartma ilə bütün yayı raf yeyib demək olar. Ustalarımla birlikdə pişirmişəm, yeyiblər. İndi də öz sevdiyimiz kimi pişirək. Ona da tərəvəzsiz yerindən ikram edərik, yeyər. Belə xanımlar. Bu qaynayır. Burada içində bir dənə balaca soğan əlavə etmişəm. O da düşüb aşağı yəqin. Soğanı biraz qızardaq yağla. Kərə yağıdır xanımlar, ərinmiş yağdır. Biraz ölsün soğan.
bol soğan əlavə edirik. İstəsəniz çiğ də qoya bilərsiniz, amma qızaranda, yəni mən necə edirəmsə onu çəkirəm xanım. Qızaranda daha yaxşı olur. Zaten bu quruda qalıb, buğlama kimi olmur. Çünki öz bulyonundan da əlavə edirik. Buğlamadan fərqli olaraq bulyonundan da əlavə edəcəm. Belə qızarsın. Da qaynasın. Suyu çox olub, qoy elə qaynasın, suyu çəkilsin. Belə xanımlar. Xanımlar, indi otağımız belə, mətbəximiz belə görünür. Buradan belə keçəndə stolu belə qoydum deyə belə. Məncə belə daha rahat. Həm qış gündə radiatorun qarşısı da açılıb, isti otağa rahat versin. Amma əslində bizdə həmişə isti olur mətbəx. Belə xanımlar. Və bu plyonkanın burasında bax bu hissələr var xanımlar. Bu oradan belə qoyulanda bunu aşağı çəkmişdim. Bu hissələri radiator kəsibdir. Çox sıxıblar stolu radiatora. Bax belə kəsibdir plyonkanı. Əslində bu plyonkanı fırladıb bu hissələri ora salmaq lazımdır ki, orada elə çox işlənmir axı bura. Bura düşdü, yaxşıdır. Baxın, boylarımız belə olub, dəyişmək mütləq lazımdır da. Belə. Allah hər birimizin ruzinizi bol etsin, hər birimizin evlərinizdə həmişə qazanlarınız qaynasın. Mən də belə bunu pişirim xanımlar, isti deyə. Bilmirəm, bunu pişirim, toyuğu pişirmək fikrim yoxdur. Çox isti olur mətbəximiz, qaynayır. Belə. Məncə bu dərəcədə qızardı, uca bəsdir. Çox yandırmayaq. Qazı söndürək. Onsuz da qazanın öz istiliyi də var da. Qalında altı özü isti saxlayır. Hələ biraz da qızaracaq. İşte bu qədər bəsdir bunun qızarması. Qəşəngdir. Da bir 15 dəqiqədə qaynasın. Çıxardacağım bura. Həyti də belə yudum. Xanım yumadım əslində, prosta islatdım. Axşam, dünən bu vaxtları yumuşdum, təmizdir. Prosta bu oturacaqları yudum. Belə. Bunların da azala gedir. Kirayədə vermişik həyətlərində deyəsən biri. Biri qırıldı. Əslində neçə dənə idi bunlar? 8 dənə. Bunlar da yığım quruyublar. Paltarlar da yığım xanımlar. Belə. Şlangı tuttum, biraz sərnəsin biraz. Paltarları yığım, gedim yeməyə də hazırlayayım. Hamısını bir qazana yığım, qoyum pişməyə. Paltarları yığdım, amma qatı birləşdirmədim. Gəlin birinci bunu hazırlayaq və sonraki paltarını qatlayaram. Belə. İndi birlikdə hazırlayaq xanımlar. Yox xanımlar, bu şəkildə hazırladım. Tam elə bu qazana uyğun oldu. Düzdür, bişəndə biraz da azalacaq. Yəni pomidorla biber düşəcək, elə ət səviyyəsində olacaqdır. Belə bişsin. Hələ tam bişməyinə, belə isinib bişməyinə belə də bir saat çəkərdi. Hardasa 40 dəqiqə falan hazır olar. Ona qədər də mən bu çıxan qablarımı da yuyum. Bu qədər məncə. İnşallah ki, toyuğu bişirəsi olmaram. Xanımlar, bayaqdan çayı söndürmüşəm, dəmləndi. Bu da qaynadı. Yeməyi də söndürürəm.
Qoy bura biraz sərinsin, çox istidir bura. Hamısı hazır. Ha, belə. Əslində oturacaqlarımı qaldıra bilərəm, quruyublar, pis görünürlər belə. Bu Nurayım, bu İlaşım. Əzizlərim gəldilər. Bu muzum. Esi sənsən burada. Burada da İskam var. Burada da Nurayım var. Burada da mən. Bu da Şəmsiyəm var, Müslümüm var. Sizə qurban olun mənim canlarım. Burada da piroqumuz biraz qalır. Xanımlar çox qəşəngdir. Bayaq deyirdim ki, bunları heç kimə deməyəcəm. Sizə dedim, kəsməyə əlavə etdiyim. Çox qəşəng çıxıbdı. Çox yumuşaq soçun olub, hə Şəmmə? Elə bir ki, elə bir kuliçin dadını verdi, hə Şəmmə? Çox dadlı çıxır. Mən prosta mənim sobam biraz, mən özümdə çox ötürənəm, içində çox saxlayıram deyə. Alt hissəsi biraz ötüb, onu da bıçaqla kəsib götürmək olur. Baxın, belə. Elə də yox da, yəni belə biraz. Çox qəşəng, hamının xoşu gəldi, baxın. Çox qəşəngdir. Bir stəkan kəsmikdi, amma bilindi. Bilindi, çox dadlıydı. Göz haqqınızı halal edin əzizlərim. Hamı bax bundan yedi. Yemək yeyən olmadı hələ. Ekonomi. Qalırsan, qızım olursa, nə var? Qal. Nurayın hələ kursları başlamamış, biraz qal Nurayla. Gedəşərəm deyən. İstəyirsən qalarsan əsmişin yaşına kimi. Sən işğalıydı. Bəs siz sırtıq o. Mən yox. Sən bəs söz vermişdin. Əsmişin yaşına kimi. Yox, demişdin ki, gələcəm də. Gəlib də. Biz vermişəm Də söz tutdu, gəldi də. qalmağa ilaş qalsın. Biz gedək hə? Представитель. Nümayəndə, Seva nümayəndəsi qalır. Nuray, bəs ilaşa bax, Esinə yazıb ki, birinci gündən məşqlər başlayır. Toy qrupu yazıb. Yəni demirik, imində birinci gün ya ikinci gün. Sırf birinci gündən başlayır. Yəni keçən həftənin birinci günü tapşırıq verdi ki, kim rayondadır, kim hardadır, yığışın Bakıya. Dincəlmələr qalsın, çünki toylar başlayır. Avqustun ortasından toylar başlayır. Ona görə dedi ki, məşqlər olacaq, çəkiliş olacaq, sonra öz belə qrupundan gedir məşqə. Ona görə, amma bu... Ona görə AC demirəm, ilaşı deyirəm də, AC verim daha çox gedir. Ata gətirmişsən. Gətir, AC deyəsən. Dedim, bunu da sizə göstərim. Bu şortikdə belə Rauf mənə alıb. Yanında, yaxında orada bir kişi, yəni bir mağazin sahibi belə kətan şortiklər gətirib. Mənə zəng elədi ki, yəni sənə şortik götürüm. Dedim, götürsən sonunda kofta da götür də, elə pambıq olsun dedim, giyinməyə rahat olsun. Belə bir, bax, bu boz rəngdədir, amma bu xakidir xanımlar. Yəni, baxın, biraz fərqi var. Dedim, biri kariçnevi olsun, kariçnevi razmeri olmadı. Mən istədiyim razmerdə. Yəni, yaxındır rəngləri, amma yenə də başqadının sərin olsun dedi. Həqiqətən də çox sərindir. Yumuşam, ona görə belə əziyyət xanımlar. Yudum hamısını bıstıraya atdım. Bu da belə bənövşəyirəkdir, amma telefonda başqa cür görünür. Belə qollu olduğuna baxmayın. Çünki kofta tapmaq çətin idi. Elə koftaları da mən istəyirəm ki, enli olsun, rahat olsun. Bu yaxşıdır. Bu enli oldu, uzun oldu. Belə yaxşıdır, mən istədiyim kimi. Amma əynimdə giyindiyim qısadır, indi göstərəcəm. Amma yenə də yaxşıdır. Çünki şortik enli də dar deyil deyə xanımlar. Bu narahat olduğum bu hissəni tutur da, enli tutur da, yəni çox dar deyil deyə. İndi göstərəcəm əynimdəki necədir. Bunları bir dəst giyinəcəm belə, bir də əynimdəkidir. İndi bu əynimdəkinin sifətəsini elə həkimə gedirəm. Elə giyindim, qızlara göstərdim. Deyir, hə də normal şort koftadır. İndi sən deyir, onu ev paltarı kimi giyinəcəksən. Amma belə baxanda şort Amerikada sevinci hər yerə giyinmək olar. İndi göstərəcəm o bir güzgüdə. Xanımlar, baxın, belə enli də görürsünüz xanımlar, çox bədənə yapışan deyildi. Kofta belə qısa ilə mənə problem olmadı çox elə. Baxın belə. Yəni evdə giyinmək üçündür də, belə evdə giyinəcəm, amma burası da belə telefon tutur. Baxın belə, burada 3 dənə düymə var. Belə. Yaxşıdır, rahatdır. Müslümün əlcəklərinə baxın, bu istidə forsuna baxın, əlinə tax. Amma yox, nazikdir, belə qalın görüntüsü var. Uşaqların kolokudur bu.
Belə hani saçımı da darayım, anar mənə aparıb gətirəcək. Mənə də bunlar rahatdır xanımlar. Mən də bunlardan əl çəkmirəm. Bunları geyinirəm. Belə da mən hazır saçımı da yığdım. Sevanın gülüşü. Bunu da götürüm. Nəsə ki, stoçi heç ehtiyac yoxdur sumkaya əslində. Amma yenə də belə götürək. Gedək. Evə gəlsən anar, xalçaq gətirsən. Не скучайте без меня. Anar namazı həyətdə orada aboy atdı yeri, orada qaldı, istedi. Ayaqqabım təmizdir. Mən ayaqqabını da paltar kimi yuyuram, qoyuram bura şkafa. Meyvələr gətir xalacinikdən, hə. Xalacinikdən gətir qızım. Seva yemiş də var, Sev, yemiş. Müəllimələr formada olacaq. Mən də işləmiş, təsdiqlənib və qərar. Prezident imzalayıb. Forma yaxşıdır. Hamı üçün var. Ümumiyyətlə, həqiqətən həmişə olar. Gündə bir fokus çıxardırlar. Ay. Cam sanara. Can. Su da gətir. Xalatikdə sərin su var, o tokada, o içməli. İç, hə. Oradadsa deməli içməlidir. Stəkan da gətirərsən. Göyəmi niyə gətirmədin? Göyəmi də xoşdur. Apar onu stola. Git su da gətir. Çay da gətir, qab da gətir. Əslində kompot bişirmək üçün aldım o göyəmi. Onunla geçək qab. Hə. Çay da gətir, qab da gətir. Amma yadımdan çıxdı sonra. Görəm mən də nə vaxt onlardan yeyə bilərəm. S moimi zubami. Çamaların tabağı maşındaydı, hə? Çağırdırsan maşını. Hazırsan. Mən hazıram, hə. Bileti göster kes otur. Əsmanın dəvətnaməsi yadından çıxıb, Əsma ad gününə dəvətnamə yazıb mənə, yadından çıxıb qalıb. Ad gününə gedəndə çəkərəm dəvətnaməvi Əsma. Mənim dəvətnamə üstündədir. Mənə rəsmiş verər də. Yazıb ki, ad günümə gələnə rusca yazıb, hə, hədiyyəsiz gəlməyin. Предупреждение, hə. Biz pодарков не впускаем. Bu kadar gülmüş olsaydı. Ya Allah, adıma qurban olum. Anar bilmirəm, maşını harda saxladı, gəlmədi dedim, saxla, gəl bura yaxşıdır. Həm sərindir, həm burada məni gözlə. Elə buradan baxıram ki, gəlmədi. Bura klinik olaraq qəşəngdir. Hələ ki buradayım. Bayaqdan gəldik, evdəyim. Hələ xörək yeyilməyib, rafda işdən gəldi. Deməli, orada məni keçən dəfə çağırdı, onda raf deməyib də mənə. Rafın səsini kapayıb. Telefonla danışır. Hə, keçən dəfə getsəydim, yenə ölçü götürürlərmiş, yenə yoxlayırlarmış. İndi ölçü götürdü yenə. Dedi, gələn dəfə nə vaxt lazım onda deyəcəm, gələrsiz. Hə, belə. Yarım saat gözlədik, texnik gözləyirdik əslində. Amma da gəlmədi, probkadaydı deyə belə gec gəldik biz. Axırı özləri ölçü götürdülər. Keçən dəfə də texnik gəldi, sizi nə qədər gözlədi. Küsüb gəlmədim də mən onu gözlədim. Seva qarpızın qabığını belə doğradı. Deyir, aparıb mürəbbə bişirəcəm. Buna baxın. Onları bu mürəbbə bişirməyi Sevan da mən öyrətmişəm. İllər öncə xanımla hələ vlog çəkmirdim. Bişirirdim mən. Vlog çəkəndən hələ bişirməmişəm işəmi. Tənbəllik eləyirəm.
Sizin qarpız yaxşı çıxdı, bizimki ağappaq idi. Yaxşıdır, yox. Mən əsas rənginlə verirəm. Da ətir də yaxşıdır. Mən maşından aldığım bunlara da doğramışdım. Ağ idi. Seva da qalın idi qabığı. Seva da mürəbbəlik doğradı ondan özünə. Hə, belə stəkanla da çıxardaq. Parmışıq, bir dənə yeməyi də çəkək. Görək Rauf qutarırmış Şəmi. Oturaq çörək yeyək. Doğra yenə Şəmi, doğra. Burada qoy kəsin. Hə, kəs orada heç nə olmaz. Doğra. Çox olsun ki, az olmasın. Bıçağa öyrəşməmişəm, öz bıçağımla öyrəşmişəm. Məni ki, mən sizə Bıçaqla da kəsə bilmirəm. mən sizə gedəndə bıçağımı aparmışdım. Raf, qutardın, gəl çörək yemək çəkirəm. Hə? Hələ vurmadın? Hə, vurdun da, buranı kim vurdu? Haycan. Nədən? Burada piroqum maşallah yeyiblər. Axırıncı qısaq qalıb anar deyir. Heç ki mən vermə. Kloka koydum anara verdim. O qədər güldürdü bizi. Deyirəm uşaqlar acdı da yeyəcəklər. Anarın nə xoşu gəldi. Hamısının xoşu gəldi. Resepti yenə resept. Məni bu resept öldürdü. Resept verdim yenə. Xörəkləri çəkim xanımlar. Xörəklərdən də xörəyi bir neçə boş qablara çəkim. Qolunu çəkim. Yox, Şəmi lazım deyil. Sən oturun, mən də yeməyə çəkib gətirirəm. Bu da xörəyimizin hazır halı xanımlar. Belə boş qablara çəkdim, aparım, nuş etsinlər. Sizlər də göz haqqınızı halal edin əzizlərim. Allah hər birinizin ruzinizi bol, süfrələrinizi bol ruzili etsin, evlərinizi hər zaman qonaq qaralı etsin. Aparım mən də yeməklərimi. Bu da əzizlərim oturublar, yeməklə. Seva, gəl zaldan stol verim sənə. Sev. Mənə. İlaş, sən niyə yemirsən ət? Ay İlaş. Niyə yemirsən? Ben Nuray oturub, даже Nuray oturub ət yeyir. Nuş olsun sizə. Sizə qurban olun. Yaymış olsun. Nuray. Ne yapacağız son taydı? Koluyla çörək yiyir. Çəkim səni videoya. Çəkim. Çəkəcəm, ayrı bir çəkməyəcəm. Herkese salam. Bilmirəm, pişib, pişməyib, duzu var, yox. Yaxşıdır? Hə, nuş olsun, yiyin. Ay, ya çıxdırıqsan. Onlar kadını da qoydular. Bir də çıxdırıqsan çıxır. Üstü çıxmayacaq rəqsdən, yox. Çatdırdığı qədər gələcək. Yıllanırsan. Hadi çok iyi gelen olmadı da ne yapalım? Sabah akşam suyu yoksa en olsun ben yıkılamam. Oraya çünkü altına sonra olsun hemen yıkılamam. Olur mu? Ya. Nəli var? Süz. Süz badələrə. Ya. Sonra Qaranlıqdır. çaqqallar qaçdılar. Çaqqallar qaçdı. Hə, danış Moyska. Sonra da ata qorxundan elə qorxdu ki, özü tək idim meşədə. Meşədə idi. Dar meşəydi baba. Tək idi. Gördü ki, səslər yaxınlaşır. Dəsmala qoydu palkayı, sonra yandırdı onu. Böyle tuturdu, onlar da qorxdular, qaçdılar. Sonra YouTube'da onların səslərini açdım. Elə bəbəş səsi idi ki. Yəni, balaca bəbəş ağlayırdı. Necə qaranlıqdır. Qızlar! Biz qəşəng otururduq. Birdən işıqlar keçdi. Bütün biləcərdə işıqlar keçib. Hə. Qəşəng söhbət eləyirdi, amma işıqlar keçdi belə. Şimdi gəzirim. Əsma dedi, Sevinç bibi, gezmək istəyirəm, deyirəm, gedək, gezək. Əsminlə mən çıxdım. Bunlar da tarakan kimi bir hamısı da arxamızca. Qızların hamısı. Bir dənə kim qaldı? Cəsur qayıtdı da, vəsə. Hə, hamımız buradayıq. Sevi ilə Şəmidir həyətdə. Bir də Cəsur qayıtdı. Bax, belə səs idi. Uşaq səsidir o. Çaqqal. Çaqqalda da belə səs idi. Yenə qurban olun mənim ağılım istəyirəm. Necə də qaranlıqdır, bütün biləcərdə. Gəlin, qaydaq, hə. Evə? Nədə qaydaq üst tərəfimizə. Hə, hara gedək? Hara qədər gedək, Moçka?
necə qaranlıqdır. Heç yerdə işıq yoxdur. Belə isti olanda, yayda bax belə çox isti olanda xanımlar, işıqlar sönür çünki hamı kondisioneri qoşur. Birdən transformator atırdı, elə deyirlər. Yəni çox isinir, transformator atır. İndi hər yerdə qaranlıqdır, baxın, zimzil qaranlıq. Hava da bürkü, çox istidir. Sabaha da daha isti verilib proqnozda hava bazar gününə qədər. Bugün həftənin 5-ci günüdür. 6 bazar da isti, 1-ci gündən külək olasıdır. Həm istiliyin dərəcəsi düşəsidir. Video biraz daha gec paylaşılacaq, amma yəni hal-hazırda olan vəziyyət budur.